Kolatan necədir? Halı ağacları yol boyu düzülən, dağların qoynunda çayları süzülən, hər tərəfi yaşıl rəngə bürünən, de görüm kəndim Kolatan necədir? Dəmir ağaçlı dağları başı göylərdə, sərin küləkləri əsər düzlərdə, gözəlliyi qalar gələn dillərdə, de görüm kəndim Kolatan necədir? Baharda çiçək eylənər bağları, günəş nura boyar yaşıl dağları, quşların səsi bürüyər hər yanı, de görüm kəndim Kolatan necədir? Eşidilər uzaq yerlərdən, su içən doymaz o sərin bulaqlardan, de görüm kəndim Kolatan necədir? Axşam günəş batar dağların üstə, qızılı nur saçar hər bir yamaca, kəndimin mənzərəsi düşər yaddaşa, de görüm kəndim Kolatan necədir? Gecələr ulduzlar göydə sayrışar, ay ışığı düşər axan çaylara, kəndimin sükutu könül oxşayar, de görüm kəndim Kolatan necədir? Dağların başında qarlar görünər, hər səhər günəşlə yolları nurlanar, kəndimin gözəlliyi gözlərdə qalar, de görüm kəndim Kolatan necədir? Çayların səsində nənələrin laylası var, nəfəsi var, bu torpağın hər daşında bir tarix var, de görüm kəndim Kolatan necədir? Yaz gələndə dağlar yaşıl don geyər, çiçəkli yamaclar könüllər yoxşayar, Kolatana baxan heyran qalar, de görüm kəndim Kolatan necədir? Bu keşlə müyüb neçə nəsil insan, torpağı qoruyub mərdliklə hər zaman, kəndimin adı yaşar ürəklərdə hər an, de görüm kəndim Kolatan necədir? Oğulların mərd olar sözündə duran, qızların ismətli elinə yaraşan, bu kəndin adıyla könüllər qürur duyan, de görüm kəndim Kolatan necədir? Ağsaqqalın sözü yol göstərər hər an, böyüyə hörmət var, kiçiyə mərhəmət, bu kəndin insanı doğmadır hər zaman, de görüm kəndim Kolatan necədir? Toyların səsi yayılır dağlara, nəğmələr qarışır çaylara, bağlara, sevinç dolur bütün evlərə, ocaqlara, de görüm kəndim Kolatan necədir? Kəndimin torpağı doğmadır mənə, hər daşı danışar keçmişdən həmişə, bu yurdun sevgisi hopub canıma, de görüm kəndim Kolatan necədir? Dünyanın hər yeri gözəl olsa da, könlüm başqa yurda meyil salmasa da, Kolatanın yerin heç nə tutmasa da, de görüm kəndim Kolatan necədir? De görüm kəndim Kolatan necədir? Yolları palıd ağaclı, tağları dəmir ağaçlı, tənətə oxşarlığın necədir, yaxşıdır?